şagirdlərin inkişafında və onların məsələn davranışında, onların inkişafında sosial mühitin, sosial amilin rolunu qeyd edirdilər. Yəni onu deyirdilər ki, sosial amilin mütləq şəkildə uşağa müsbət təsiri var. Davranışlarını, nitqini düzəltməsində, yəni uşağın inkişafında sosial amilin rolu var. Vygots'tu mən. Biri də hansı idi? Piaget değildi. Piaget oynayan zaman değil. Piaget'i qəti şəkildə inkar edirdi. Müəllim sosial öyrənmə deyildi, Bandura. Bandura nəzəriyyəsi idi. Bəli, Bandura qeyd edirdi ki, bəs deməli uşaqlar sosial amil məsələsi var idi. Sonra burada var idi Bandura nəzəriyyəsində canlı model anlayışı var idi. O nə demək idi? Yəni valideynlərindən, yoldaşlarından nümunə götürmək idi də. Yəni onların elədiyi hərəkəti təkrarən yerinə yetirmək. Deməli, uşaq evdə götürür. Aha. Canlı model, simvolik model. Hə. Bu canlı model özü nə demək idi? Canlı model. Orada oyuncağı deyirsiniz müəllimə, yoxsa belə dediyimin davamı düzdür? Bayaq verdiyim suallara. Orada 3 model var mənimə. Canlı model, simvolik model, bir də sözlü təlimat modeli var. Yəni uşaqların öyrənməsində 3 əsas model var. Biri canlı modeldir. Canlı yəni başqa insanların gözünə də müşahidə edərək onları özünə örnək götürür. Onlardan öyrənir. Necə müşahidə edir? Məsələn, telefona da baxanda müşahidə eləmiş olur da. Necə biraz da açıqlayım mənası. Gerçək həyatda onları görür də məsələn. Bəli, bəli. Görür ki, atası velosiped təkərini təmir edir, yıxır öz velosipedini yerə, başlayır velosipedini təmir etməyə. Yəni onun gördüyünü təkrarlayır. Yaxşı, bəs bu simvolik model nə deməkdir? Onlar da televizor, məsələn, telefon, kino, filmlər bunlar vasitəsilə öyrənmək. Aha. Bəs bu Banduranın bu nəzəriyyəsində yenə də 4 dənə şərt var idi da. Yəni mütləq uşağın öyrənməsi üçün 4 şərtin olması vacib idi. Bunlar hansıları idi? Motivasiya idi, diqqət idi, saxlama, bir də var idi. 3 dənə şərt var. Reproduksiya var idi, yəni tətbiq etmək var idi. Hə. Deməli indi ardıcıllıq necə gedir burada? Birinci nə olmalı idi? Diqqət müəllim. Aha, diqqətlə uşaq nə etməli idi? Diqqətli şəkildə izləməli idi. Daha sonra. Diqqətini yayındıran məsəl üçün şeyləri, yəni ona mənfi təsir edən şeyləri müşahidə eləməlidir. Aha, deməli kənara qoymalı idi, diqqətini maksimum saxlamalı idi. Ondan sonra diqqətlə uşaq izlədikdən sonra hansı proses baş verirdi? Saxlama şəraiti yaddaşında saxlayır. Yaddaşında saxlayır, bəli. Biz nəyisə diqqətlə baxırıq, biz onu yadımızda saxlamasaq, onu biz məsələn üzərində işləyə bilmərik də, hə. Daha sonra, saxlamadan sonra nə var idi? Hansı proses baş verirdi? Tətbiq müəllim. Burada da yəni diqqətlə öyrəndiklərini daha sonra tətbiq edir. Tətbiq edir. Bəs bunlardan ən vacibi hansı idi? Məncə motivasiya. Motivasiya ən vacibi idi ki, uşaqlar diqqətlərini cəmləyə bilsinlər və prosesə daha həvəslə yanaşa bilsinlər. Yaxşı. Siz mənə deyin görün, bu Goleman nəzəriyyəsinin hansı komponenti idi ki, bu uşağın belə deyək ki, bir növ mənəvi kompası xarakterini daşıyırdı? Mənəvi kompas xarakterini daşıyırdı. Eyni zamanda qeyd olunur ki, yüksək intuisiya və düzgün nəticə çıxarma əsasında uşaq artıq buna yiyələnmiş olur. Özünü dərk müəllimə. Özünü dərk, yaxşı. Bəs müəllimə, özünü idarə etmə nə ilə bağlı idi? Özünü idarə etmə müəllimə, yəni ki, əgər belə nümunə deyim də, yoldaşından inciyirsə, bunu gizlətmir də, yəni onu, yəni ki, bunu açıq şəkildə ona etiraf eləyir də ki, mən sənin bu hərəkətinə görə incidim. Bax, diqqətli ol. Yəni hisslərini gizlətmir. Onu incitdiyini deyir də. Artıq hisslərini idarə edə bilir. Yəni qışqırmadan, dalaşmadan ona öz hissini bilir. Deməli, nitqi devrəyə girir. Uşaq elə ki, nitqi ilə öz hisslərini dilə gətirir. Əvvəl ola bilər ki, hər hansı bir davranışla öz hisslərini biruzə verirdisə, mənfi hisslərini, indi isə artıq nitqlə onu idarə eləməyə başarır. Bəzən elədir, bəzən deyirlər, o söz danışıqdan keçirir. Sözlər bəzən insanı yumşalda bilir axı. Bu da müəllimin istiqamətləndirici sualı nəticəsindədir. Müəllim istiqamətləndirici sual verməlidir və yaxud da ki, uşağın valideyni filan da uşağı əvvəlcə özünü dərk etməklə, öz hisslərini tanımağa
uşağa kömək etməlidir. Daha sonra o hissləri necə idarə etməsinə şərait yaratmalıdır. Sonra yaxşı. Bu empatiya nə deməkdir müəllimlər? Bu empatiya. Müəllim, burada da başqalarının hisslərini anlayır. Elə bil özünü onların yerinə qoyur, hadisələrə o cəhətdən yanaşır da. Bəli. Bəs daxili motivasiya nə deməkdir? Daxili motivasiya nə deməkdir? Yəni özünü, yəni ki, daxili motivasiya necə deyim, əgər bir işdə uğursuz olursa, daha çox çalışmalıyam və ya gələn səfər alınar, bu tipli sözlərdən istifadə edir, özünü həvəsləndirir, belə deyim, daxili motivasiya. Hə. Yəni özünü ən çox da metakognitiv bilik inkişaf eləməlidir ki, uşaq özünü daxili motivasiya eləsin. Bəli. Heç kimin motivasiyasına ehtiyacı qalmasın. Aha, öz uşağın daxili motivasiyası olsun. Xarici motivasiya nədir bəs? Digər müəllimdən, yoldaşlarından, valideynindən aldığı stimullaşdırıcı, yəni ki, onu nə deyim, uğura həvəsləndirəcək sözlərmi, ondan gördüyü işin, gördüyü çəkdiyi əziyyətin vurğulanması mı, bax belə sözlər ola bilər də. Yəni digər xarici motivasiya deyəndə digər insanlardan gələn stimullaşdırıcı tədbirlər mi deyim, ona söz mü deyim, amma yerində, yəni ki, ay afərin, sən əlasan falan kimi sözlər yox. Yəni çəkdiyi əziyyəti dəyərləndirərək ki, sən bu məsəl üçün çəkdiyin əziyyətimi, elədiyin testimi, misalı mı başqa bir misalda tətbiq edən zaman daha diqqətli olarsan mı və ya daha bacarıqlı yanaşarsan, belə sözlərdən istifadə edə bilərlər də xarici motivasiya deyəndə. Aha. Bəs deyirik, uşaqlar məsəl üçün məsələn hansı komponent inkişaf eləsə uşaqlar sosial olaraq burada demək sosial bacarıqları inkişaf etmiş olar, uşaqlar bir-birinə əməkdaşlıq etmiş olarlar, konfliktləri bir yerdə həll etmiş olarlar. Yəni başqaları ilə yəni münasibət qura bilərlər rahatlıqla. Bu hansı komponentin inkişafı nəticəsində əldə oluna bilər? Müəllim, məsuliyyətli qərar vermə. Yox, biz şeydən danışırıq. Nədir bu? Daniel Goleman. Nəyi? Münasibətlərin idarə olunması. Bəli, münasibətlər. Artıq idarə edə bilirsə, müəllimə münasibəti idarə edir, əməkdaşlıq edə bilirsə, özünü dərk eləyir, hissini tanıyır, digərinin yerinə qoya bilirsə yoldaşını və özünü motivasiya eləyir və qarşılıqlı şəkildə münasibətləri idarə eləyə bilir də. Orada işləyəndə daha da mənim yaxşı yadımda qalmamışdı əvvəlcə, amma belə oxudum yenidən işləyəndə gördüm ki, yox, daha anlaya bilmişəm bunu. Nəyə görə inşallah sınaqlarda, imtahanda necə bürüzə verəcək. Hə, inşallah yaxşı olar müəllimə. Deməli, Qanye nəzəriyyəsi, Ganye'nin nəzəriyyəsinin mahiyyəti nədən ibarət idi? Onu öyrənməsində 4 addım var idi. 9 şərti var idi öyrənmək. 9 mən o Qanye deyirdi ki, uşağın deyir ki, nə öyrənməsindən əsasda bunu necə öyrənməyi daha maraqlıdır da, yəni ki. Əzbərə getməmişəm, başa düşdüyüm şəkildə belə. O deyir ki, yəni bu mərhələləri ona görə məsələn nəzəriyyə olaraq ortaya qoyur ki, uşaqlar bu nəzəriyyələri adım-adım keçdikdən sonra daha yaxşı öyrənmə əldə edə bilərlər. Aha, başa düşdüm. Yaxşı müəllimə, siz deyin görüm, burada şagirdin diqqətini cəlb etmək, yəni bu birinci addımdır. Bu nə deməkdir? Mahiyyət nədən ibarətdir? Buyurun. Burada belə deyək də, uşağı motivasiya eləyirik də, düz deyirəm müəllimə, yoxsa motivasiya sözünü Bəli, ilkin olaraq dərsdə motivasiya yaratmaq lazım. Uşağın diqqəti dərsə gəlməz. Yönəldirəm, maraqlı, düşündürücü sualımı və ya uşaqların özlərinin, məsəl üçün, şagirdlərin, məsəl üçün, digər şagirdə sual verməsini istəyirəm, amma onun cavab verəcəyi şəkildə də, yəni çətin suallar yox. Müxtəlif, məsəl üçün, əşyalardan mı istifadə edirsən, indi hər dərsin özünə uyğun xüsusiyyəti var. Yəni diqqətini cəlb edirik, bir sözlə ki, motivasiya yaradırıq, uşağın diqqətini cəlb edirik, onda maraq oyadırıq, öyrənmə həvəsi olur da artıq uşaqda. Aha. İkinci şərt nədir? İkinci şərt isə şagirdlərə təlim nəticələrini elan etməkdir. Mən bu dərsdə nə edirəm? Öyrənəcək materialı elan edirsən ki, hansı hissəsini keçəcəm də, yəni belə deyim. Demirəm ki, mən təlim nəticəsini dediniz, elan etmək. Mən deyirəm uşaqlar, sizə keçəcəm bugün mənsubiyyətə görə, ismi mənsubiyyətə görə dəyişməsi. Təlimi elan elədim, bundan kənara çıxa bilmərəm də, yəni bunun çərçivəsində uşaqlara dərs keçəcəm. Aha, bəli. Yəni bunu təlim nəticəsini əvvəl elan edəndən sonra əvvəlki biliklərlə, qazanılmış biliklərlə əlaqə yaradıram. Görüm uşaqların yadında qalıb bu isim nədir, nəyə deyilir, məsəl üçün də isimlə sifəti fərqləndirə bilirlərmi, sual verib. Elə sözlər var ki, bəzən fərqləndirmək uşaq üçün çətin olur. Yəni əvvəlki biliklə əlaqə yaradıram. İsim
əvvəlki bölməsinə qayıdırammı, belə deyim, isim nəyə deyilir, ümumi xüsusi, konkret, müzərrət, şəkildə. Əvvəl öyrənmək vardı da, düzəltmə, mürəkkəb isimlər var. Yəni bunlara qayıdıram, onları bir yoxlamışıq. Bəli. Daha sonra dərs mövzusunu təqdim eləmək bölməsi gəlir. Bu nə deməkdir? Yəni dərsin məqsədi mövzusu, üzr istəyirəm, məqsəd də mövzu da eyni bir şeydir. Yox, mövzu başqa, məqsəd başqa. Biz məvzunu məqsədə görə seçirik. Uşaqda formalaşdırmaq istədiyimiz bilik bacarığa görə. Sonra buyurun. Məsəl üçün orada məsəl üçün nədən istifadə edəcəm, iş vərəqim var və ya nəsə deyim, əyani nümayişlərim olacaq, yoxsa slaydla mı keçəcəm də, yəni dərsi. Təqdim da, yəni mövzu təlim elan eləmişəm təlim nəticəsini uşaqlara. Sonra yəni dərsi keçirəm, əyani şəkildə məsəl üçün göstərirəm, nümunələr üzərində dəyişirik mənsubiyyətə görə isimləri, fərqlilikləri var onun məsəl üçün. Sonra öyrənməni təmin etmək bölməsi gəlir. Öyrənən etməkdə üçün yəni tapşırıq yerinə yetiririk. Sonra başlayırıq, tapşırıq yerinə yetirirəm. Daha sonra siz edirsiniz bu tapşırığı müəllimə. Öyrənməni təqdim etmək. Məsələn, mövzunu təqdim etmək dedikdə, müəllim sanki mövzunu uşaqlara izah edir. Video çarx vasitəsilə, məsələn, lövhədə hər hansı bir şəkil yapışdıraraq bunu izah edə bilir və yaxud da özü izahat verir, mövzunu uşaqlara təqdim edir. Sonra başlayır müəllim öyrənməni təmin etmək. Öyrənməni təmin etmək uşaqlara resurs verməkdir. Və bu mövzunu siz necə araşdırıb, necə oxuya bilərsiniz, necə bunun üzərində çalışa bilərsiniz. Yəni sizin üçün vasitə nədir? Yəni bu problemin öhdəsinə gəlmək üçün. Sonra bunu da keçdik. Bəs bilik və bacarıqların tətbiqini təmin etmək nə deməkdir? 6-cı addım. 6-cı addımda isə müəllim, burada artıq simulasiyalardan, belə oyunlar keçirərək, daha doğrusu təqdim, yəni ki, icra olunmuş tapşırığın təqdim olunmasıdır da müəllim. Məsələn, laboratoriya işi ola bilər. Yəni, ən azı bizim fəndimizdə icra elədiyi tapşırıqları gəlib göstərirlər də uşaqlar. Artıq burada müəllimə yük kimin üzərinə düşür bu 6-cı mərhələdə? Şagirdlərin üzərinə düşür. Bəs əks əlaqə qurmaq nədir müəllimə? Əks əlaqə müəllimə yerində rəy vermək deməkdir də. Yəni ki, onun gördüyü işə anında məsəl üçün rəy verməkdir. Yəni, bunu 2 dərs sonra, 3 dərs sonra verirəmsə, mən pozmuş oluram da, yəni təlimin. Pedaqoji prosesində belə deyim. Deməli, verilən əks əlaqə necə olmalıdır? Konstruktiv olmalıdır. Və eyni zamanda mənimlə proses zamanı uşağa yaxınlaşıb, uşağa istiqamətləndirmək lazımdır ki, dərsin sonuna qədər o da hədəf seçdiyimiz bilik bacarıqlara yiyələnə bilsin. 8-ci addımın mahiyyəti nədir? Verilən təlim nəticələrinin reallaşma səviyyəsini yoxlamaqda uşaqlara, məsəl üçün, belə deyək, refleksiya deməkdir. Daha sonra özünü qiymətləndirməni, yəni bir də qarşılıqlı qiymətləndirmə təmin edilir də. Öyrəndiklərini nə dərəcədə anlayıblar da. Deməli, qiymətləndirmə mərhələsidir bu mərhələ. Deməli, uşaqlar bu zaman həm müəllim qiymətləndirməsi, həm qarşılıqlı, həm yoldaş qiymətləndirməsindən də, eyni zamanda özünü qiymətləndirmədən də istifadə oluna bilər. Deməli, bu artıq dərsin sonunda necə gündəlik uşaq üçün qiymət yazmırsınız, bax, həmin qiymətləndirmə budur. Və yaxud da qiymətləndirmə rubrika hazırlayıb lövhədən asmırsınız, həmin qiymətləndirmə budur. Yəni, bununla edilir də, yəni belə deyək. Daha sonra 9-cu addım nə idi? İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevirmək. Yəni, burada layihə, esse yazmaq. İndi mənsubiyyətə görə esse yox, yəqin ki, ya test tapşırığımı, ya hər hansı bir tapşırıqla mı möhkəmləndirmək olar da. Yəni, bunu evə verə də bilər müəllim. Yəni, vermək də olar da müəllimə. Yəni, amma verilsə daha yaxşı olar ki, yəni, öyrəndiyi daha yaxşı tətbiq edə bilsin. Yəni, bu adətən çox vaxt çatmadığına görə sinifdə, ona görə müəllimlər bunu ev tapşırığı kimi verə bilərlər. Yəni, bu baxımda ev tapşırığı kimi verilməsə daha məqsədə uyğun hesab olunur. Qani nəzəriyyəsi öyrənməli şərtləridir. Yəni ki, uşaqlar hansı yolla, hansı şərtlər əsasında öyrənə bilərlər. Sonra bizim bir nəzəriyyəmiz var idi ki, bu nəzəriyyə Piaget'in zehni inkişaf mərhələləri nəzəriyyəsinə əsasən belə qeyd edək ki, yaradılmışdı. Yəni, ondan ilhamlanmışdı. Bu hansı nəzəriyyə idi? Yox, Vygotsky ondan ilhamlanmışdı. Yox, Vygotsky deyil. Mənəvi inkişaf nəzəriyyəsi. Mənəvi inkişaf nəzəriyyəsidir. Mənəvi inkişaf nəzəriyyəsidir Kolbergin. Yaxşı, Kolberg bizə nə demək istəyirdi? Bəs Kolbergin bu nəzəriyyəsi sonra tərbiyəçilər, müəllimlər, uşaqlarla məşğul olan insanlara çox təsir etmişdi. Hansı baxımdan təsir etmişdi? Kolberg necə oldu ki, bu mənəvi inkişaf nəzəriyyəsini irəli sürdü? Necə oldu da, yəni bu sahə ilə məşğul olmağa başladı?
nə maraqlandırırdı əsasən? Mənəvi inkişaf nəzəriyyəsi insan mənəvi dəyərlərinin necə olduğunu, hansı səviyyədə olduğunu da formalaşır belə, düşündürür daha doğrusu Kohlberger. Aha. Yəni onu maraqlandıran əsas məsələlərdən biri bundan ibarətdir ki, ətrafda baş verən hadisələrə münasibətdə insanların bəli. İnsanların mənəvi qarşılığımı deyim, cavablarım nə olacaq da yəni. Aha. Bununla da yəni cəmiyyətin bir üzvüdür, gələcəkdə cəmiyyətin bir üzvü olacaq. Aha. Yəni bunların fikirlərini, verəcəkləri cavabları müəyyənləşdirir də ən əsası belə. Bunun üçün də vaxtaşırı dilemmalar müəyyən olunurdu və o dilemmalara əsasən insanın mənəvi inkişafın hansı mərhələsində və yaxud da səviyyəsində olduğu müəyyənləşdirilirdi. Və burada məqsəd uşaqların sadəcə olaraq suallara səhv ya düz cavab verməsi, yəni filan kəs bu qədər düz cavab verdi, bu qədər səhv yox. Onun əsas odur ki, uşaqların universal etik prinsiplərə aparsın. Yəni onun mövcud hansı səviyyədə və yaxud da hansı mərhələdə olduğunu müəyyən edib, onu universal etik prinsiplərə doğru aparma. Biz bilirik ki, universal etik prinsiplər bu mərhələləri, necə? Humanizm deməkdir də müəllimə. Bəli, Yəni insansevərlik deməkdir. Səviyyəsində olan insan artıq deyir ki, cinayət törətmiş bir şəxs də insandır da. Yəni onu araşdırmaq lazımdır ki, o insanın cinayəti niyə törədib? Ən pis də yəni ki, cəmiyyətin gözündə damğalanan bir insan olur da. Yəni bunu nə vadar edib bu vəziyyətə gəlib çatıb? Ona da insan olaraq baxır da. Yəni məsəl üçün asılmağını, öldürülməyini istəmir. O səviyyədədir universal etik etik prinsiplər, bəli. İndi Piaget yox, Kohlberg deyirdi ki, yəni biz deyir uşaqların səviyyəsini müəyyən etməli və onları mənəvi cəhətdən yetişdirməliyik ki, onlar bir hadisə baş verəndə insanlara düzgün münasibət göstərə bilsinlər. Bircə dəqiqə müəllimlər, mən bu aparım qoyunca nə olmalıdır? Cəmiyyətin inkişaf etməsi ötəri insanlar mənəvi cəhətdən inkişaf etməlidir. Məsələn, uşaqlar psixoloqa aparanda, böyükləri psixoloqa aparanda necə olur? İlk öncə başlayırlar onları test eləməyə, görək bunların düşüncəsi nədir? Uşaqlara məsələn nitq yaşı nədir? Məsələn, falan yaşı nədir? Məsələn, bax belə testlərlə öyrəndikləri kimi Kohlberg də bax beləcə dilemmalar verməklə onların mənəvi inkişafın hansı mərhələsində olduğunu müəyyən edirdi. Bax məsələn, siz mənə deyin görüm, səlahiyyət və sosial nizamın mahiyyəti nədir? Nədən ibarət idi? Səlahiyyət və sosial nizamı qorumaq, yəni ki, cəmiyyətin qanunlarını, yəni ki, ədalətli şəkildə yanaşmasını göstərirdi də. Qanunla yanaşırdılar da belə hər şeyə mənlə. Qanun nə deyirsə onu deyirdilər də. Bəs sosial müqavilə nə deyirdi? Hələ sosial müqavilə deyirdi, bəli, bu qanun da lazımdır, amma bu qanun cəmiyyətə nə dərəcədə xidmət edirdi? Cəmiyyətə uyğundurmu? Yəni, amma ilk öncə cəmiyyət olmalıdır, yəni. Aha, ilk öncə təbii ki, insanları nəzərə alırdı. Burada harca biraz insanları düşünmək var. Məsələn, bunların fərqini siz izah edə bilərsiniz. Mən bunları qarışdırıram. Ta əvvəldən izah edirəm. Deməli, dedi itaət və cəza. Bu nədir? İtaət və cəza odur ki, bu mərhələdə uşaqların, bu səviyyədə uşaqların heç bir dəyəri olmur. İnsanların dəyəri olmur. O sadəcə başqalarının ona qoyduğu dəyərlər əsasında davranmağa başlayır. Məsələn, tutalım ki, deyək ki, bir hadisə baş verir. Məsələn, bax, kitabdakı nümunəni deyək. Məsəl üçün də kitabdakı nümunədən məsələn çıxış edək ki, uşaqlar həyətdə dalaşırlar. Məsələn, o biri deyir ki, dalaşmaq olmaz bir qayda var və uşaq deyir ki, yox, mən gedib birdən davaya qoşulsam, müəllim məni cəzalandırar. Özün fikirləşir və geri çəkilir. Yəni burada insan özün fikirləşir, ancaq cəzanı fikirləşir. Cəzanı fikirləşdiyinə görə və cəzadan qorxduğuna görə itaət eləmək məcburiyyətində olur. İndividualizm necədir müəllimlər? Bax indiki zəmanədə bax necədir? Toya gedirlər məsələn də indi 50 manat salırdılar. Toya indi 50 manatın o qədər dəyəri yoxdur. Məsələn, toy eləyəcək, məsələn 5 ildən sonra deyir ki, hə, oturub fikirləşir ki, mən 5 ildən sonra toy eləyəcəm. İndi 100 manat alsam 5 ildən sonra o 100 manatın dəyəri olmayacaq. Yaxşısı budur mən gedim 200 manat toya pul salım ki, o yəni zamandan o 200 manat 100 manatın yerinə gələcək də, belə deyək. Hə, o 200 manat pul atır ki, zamanında məsələn o da toy eləyəndə gəlsin məsələn həmin bu toyuna pul saldığı adam gəlsin onun toyuna 200 manat pul atsın. Burada nə edir? Burada əslində o adam 200 manatı onun toyuna salmağına o adamı fikirləşmir, öz şəxsi maraqlarını güdür. Öz şəxsi maraqlarını güdür ki, 2 ildən sonra neynirəm, o gətir mən 100 manat toyuma məsələn salacaq. Çünki mən 100 manat salmışam da onun toyuna. İndi amma 200 manat salanda, hə, o da gəlir məsələn mənim toyuma 200 manat salanda harsa mən qabağa düşə biləcəm. Bax bunu fikirləşir. Aydın olur müəllimə? Bax belə. İndividualizm artıq özünü düşünməyə başlayır. Qəbul olunma. Bu mərhələdə insanlar
cəmiyyət tərəfindən özlərinə baxırlar. Məsələn, cəmiyyətin maraqları naminə çalışırlar. Bax necədir. Qəbul olunma mərhələsi məntiq xətalarında yadınıza gəlir, keçmişdi. Deməli, cəmiyyət tərəfindən qəbul olunma. Bu qəbul olunmanı elə bil ki, onunla bərabər tutun. Bax görürsüz? Bax bu itaət və cəza, individualizm olsun, qəbul olunma olsun, bunlar özləri məntiq xətasıdır elə. Məntiq xətası da elə bil. Yəni insan universal etik prinsiplərə çatanda hələ artıq onlar məntiq xətasından uzaqlaşmış olur. Qəbul olunmada nə deyəcək? Yox gedim mən davaya qoşulmayım. Desinlər ki, Məzahir yaxşı oğlandır. O heç bir davaya qoşulmur. Ağıllı, tərbiyəli oğlandır. Dərsə gedir, evə gəlirdi. Heç kəsdən işi yoxdur. Amma bunu bilərək, istəyərəkdən eləmir ha. Düşünür ki, başqaları ona yaxşı desin. El içində bunun adı yaxşı çıxsın. Yəni insanlar bunu yaxşı qəbul eləsin. Yəni müsbət yönümdə qəbul eləsin. Səlahiyyət və sosial nizam necədir müəllimə? Burada bir nümunə çəkəcəm. Sosial müqavilə ilə paralel. Məsələn, tutalım ki, kişi həyat yoldaşı məsələn deyək ki, uşaq dünyaya gətirməlidir. Məsələn, xəstəxanaya aparır həyat yoldaşın. Və elə olur ki, 60-lıq yolda kişi 100-lə sürür. Məsələn, indi xanımı xəstəxanaya çatdırmalıdır da, çünki vəziyyət çətindir də artıq. Bu adam yolda 100-lə sürür və nəhayət etibarilə radara düşür, olur 100 manat bu cərimə ödəməlidir. Səlahiyyət və sosial nizam deyir ki, qayda qoymuşuq ki, sən bu yolda 60-la sürməlisən. Amma sən 100-lə keçirsən də bu yolu. Deməli sən gətirməlisən o 100 manatı qoymalısan bura. Da bu adam özünü öldürsə də ki, ay nə bilim mənim işim var idi, vacib idi, ölüm qalım məsələsi idi. Maşında olan adamın ürəyi gedirdi. Mən onu son anda çatdırdım xəstəxanaya. Bu şeyləri güdmür. Səlahiyyət və sosial nizam deyir ki, hər şey qanun naminə. Qanun nə deyirsə o. Lap sən özü öldürməyəsən nə olursa olsun. Yəni qanun nə deyirsə o. Bax məsəl üçün də deyək ki, xəstəxanaya gedəndə görürsüz müəyyən sıralar olur, hə? Qayda qoyurlar ki, hamıya nömrə verirlər sıra. Burada bu səlahiyyət və sosial nizamdır da. Hər kəs öz növbəsində keçməlidir. Xəstə nə qədər nə bilim ürəyi getmir, biri nə lap körpə uşaqlıdır, xeyri yoxdur. Nömrə almısan, növbədə durmusan da öz vaxtında keçməlisən. Yəni bu insanlara sən gedib lap ira olsun, Allah irağası. Biri gedib lap diz çöküb yalvarsa belə onun xeyri yoxdur. O deyəcək ki, qanun bunu deyir, mən də bunu icra edirəm. Qutardı. Səlahiyyət və sosial nizam ancaq qanunu bərpa etməkdə ötəri. Onlar qanunla düşünürlər. Qanunsuz onların beyni işləmir. Qanun bunu deyir. Bax kitabda da nümunə var. Həyətdəki uşaqlar dalaşır. Müəllim gedir uşağı ayırır. Amma soruşmur uşaqdan ki, kim günahkardır, kim günahsızdır, bu nədən baş verir. Elə xatırladır ki, dalaşmaq olmaz. Biz demişdik də dalaşma olmaz, getdik cəzalanırsınız. Heç kəsi dinləmir. Əsas odur ki, deyir, qayda qoymuşuq. Qaydanı siz aşdıqsa, deməli cəzalanmalısınız. Da başa düşmür ki, bəlkə elə döyülən uşaqda günah var, ona görə bunu edirlər. Bəlkə o nəsə bir söyüb, ona görə bunu edirlər. Heç nəyi anlamır, dinləmir. Amma sosial müqavilə necədir məndə? Sosial müqavilə deyir ki, bir qanun tərtib eləyəndə, məsələn, Milli Məclisdə bir qanun tərtib eləyəndə, siz onu öz başınıza qəbul eləməyin də. Siz bununcu cəmiyyətlə razılaşmalısınız. Cəmiyyətə uyğunlaşdırmalısınız. Verdiyiniz qərarı özünüzə yox ha. Cəmiyyəti özünüzə yox, siz cəmiyyətə uyğunlaşmalısınız. Bax, məsələn, indi sosial müqavilədə olan bu mərhələdə olan adam fikirləşir ki, məsəl üçün o kişi 100-lə sürüb də maşını, hə? Deməli indi bu adam məsələn bilir ki, bu yolda 60-la sürmək lazımdır. 100-lə sürsə bu adam radara düşəcək. Deməli nəsə vacib məsələ var imiş ki, bu adam o yolda 100-lə sürür. Yəni sosial məsəl üçün ola bilər ki, o yolu 100-lə sürən adamlar ola bilər. Məsələn, içki içə bilər. Məsələn, özü oğlanlar olur. Məsələn, çıxırlar, özləri şou göstərirlər yolda. O da ola bilər. Əgər deyir ki, sosial müqavilə deyir ki, əgər bu iki hal istisna olmaq şərti ilə bu adamın həqiqətən də vacib bir işi varsa və yaxud da maşında xəstə varsa, bunu keçmək olar da o 100 manat ona. Yəni deməli o 100 manat cəriməni sən hamı üçün qoymamalısan. Sən o insanlar üçün qoymalısan ki, içki içdi yolda 100-lə sürdü. Deməli bu qəzaya səbəb ola bilər. Həqiqətən də potensial bir qəza şəraiti yaradır. Və yaxud da ki, öz məsələn kefinə o 16-17 yaşında oğlandı, maşını məsələn evdən götürür və yaxud da 18 yaşında oğlan, cavan oğlandı, əsgərlikdən gəlir. Beyni qandı da maşını 100-lə sürür. Əlbəttə ki, potensial qəza şəraiti yaradır. Deməli bu adam bilərəkdən, istəyərəkdən bunu eləyir də. Yəni bu ona zövq olsun deyə eləyir. Amma digər bir maşında xəstə olan adam axı xəstəni xəstəxanaya çatdırmalıdır. Xəstəxanaya çatmasa axı o müddətdə o sürət olmasa axı o keçinə bilər. Daha ağır bir faciələr baş verə bilər və ona görə də sosial müqavilədə olanlar düşünürlər ki, qanunları qoyarkən istisnaları nəzərə almaq lazımdır. Aydın olur müəllimə, fikrim Aytac müəllimə? Bəs universal etik prinsipi nə deyəcək? Bu insanları yenə də düşünəcək. Qanunda deyəcək, universal etik prinsipdə olan insanlar yazılmayan qanunlar üzərində düşünür. Deyir, bəli, kağız üzərində bu qayda var. Amma gəlin hər şeyi daha da mənəviləşdirməyi sevir bunlar. Hər şeyin deyir öz aramızda. Məsələn, qanun budur da, amma öz aramızda gəl belə məsələn baxaq məsələyə də. Məsəl üçün orada belə qeyd edir də,
məsəl üçün orada Heinz dileması var. O kişi və deyir ki, burada qeyd olunur da, Heinz deyir nə üçün belə etdiyini deyir başa düşmək olardı. Çünki o həyat yoldaşını xilas etməli idi. Həyat yoldaşı deyir ölüm ayağındaydı axı. Axı o da yaşamalıdır da. Yəni Heinz onu axı itirsə, o həyatda yəni özü bağışlaya bilməz axı. Bilirsiniz, mənəvi tərəflərin arxasında insanı yaralaya bilən daha böyük yaralar var da. Universal etik prinsipdə olanda. Bax məsəl üçün deyək ki, universal etik prinsipdə olan insanlar necə düşünürlər? Bax məsələn biri gəlir yolda və yaxud da ki, deyək toyda oturub, hə, çox kefsiz oturub, hə. Dedikodusu insanlar nə düşünəcəklər, nə deyəcəklər də, hə. Bu az falan kəsə bax görsən necə həvəssiz oturub, yəqin paxıllığından elə oturub, yəqin gəlin görüb paxıllığından da belə falan, belə düşünəcəklər də. Amma universal etik prinsipdə olan insan deyəcək ki, bəlkə onun canı ağrıyır nəsə, bəlkə bir problemi var, bəlkə yorğundur elə odur. Bilirsiniz, hər şey pərdə arxasında düşünəcək bu adam. Yəni hər şey görünən tərəfini görəcək, görünən tərəfi görəcək. Amma onun pərdə arxasının ətrafında düşünməyə çalışacaq daha çox ki, insanları belə deyək də hansısa bir şeyə görə silib bir tərəfə atmasın. Və yaxud da ki, bir insan məsəl üçün bir qadın qonşuda məsələn qışqıra bilər nəysə, məsələn kənardan insanlar dinləyib deyə bilərlər ki, məsələn üzr istəyirəm falan, çox həyasız bir qadındır. Amma yəni biz o evin içində deyilik də. Universal etik prinsipdə olan insan deyəcək ki, biz evin içində deyilik də. Bəlkə də qadın elə bir şərait, bəlkə həmin anda elə bir təhlükəli bir an yaranıb ki, qadın onda qışqıraraq reaksiya verməlidir ki, yəni doğrudan da o hadisə baş verməsin. Və yaxud da elə bir an yarana bilər ki, qadının öz həyatı üçün təhlükəli bir an yarana bilər, o özü kömək istəyə bilər. Bəlkə yoldaşı onu döyürmüş ona görə, bəlkə uşağı yıxılıb nəsə bir hadisə olub, ona görə bunu edib. Və yaxud uşaqları nadicdir, ona görə bunu edib. Yəni insanları belə deyək də günahlandırmağa tələsmir. İnsanları damğalamağa tələsmir və insanlara dəyər verir və onlara həqiqətən də dəyər vermək üçün bəhanə axtarır. Universal etik prinsip bax budur. Mənəvi cəhətdən insanları günahlandırmadan, insanları həqiqətən də əsl yüksək nöqtəyə qoya biləcək bir deyək ki, bir mərhələdir. Müəllimə, aydın olmayan yenidə nə oldu? Zəhmət olmasa bildirin. Deməli, Çox sağ olun. aydındır. Yenə də Aytaç müəllimə, bax diqqətli olun. Testləri də işləyin, bax hamıya aiddir fikrim. Testləri işləyin, suallarınızı verin. Sual görmürəm mən ümumiyyətlə. Niyə? Müəllim, mən çox sərahət sosial nizamla o sosial müqaviləni qarışdırırdım. İndi aydın oldu müəllimə, yoxsa yenidən izahat verin. Səlahiyyət və sosial nizam birinci qanunla düşünür. Qanun olmasa bunların beyni çalışmır. Deyir qanun budur, belə də hərəkət edir. Bu da fikirləşmir insanların çarəsizlikləri. Heç nəyə fikirləşmir də. Heç oturub bu adamları dinləməyi belə halına gətirmir. Qanun budur, qurtardı bunu. Amma sosial müqavilə deyir ki, istisnalar ola bilər də. Sən hamını cəzalandıra bilmərsən və hamını cəzalandırmağa çalışmayacaqsan. Yəni bunun istisna tərəfləri ola bilər. Yəni nəzərə almağa çalışır sosial müqavilə. Belə. Yaxşı. Deməli, gəlir bizim düşüncə tərzi nəzəriyyəsi. Düşüncə tərzi nəzəriyyəsi kimin adı ilə bağlı idi? Dweck, Karl Dweck. Dweck, bəli. Əgər bir uşaq inkişafa qapalı düşüncə tərzindədirsə, o inkişafa açıq düşüncə tərzinə keçə bilər, yoxsa elə düşübsə o inkişafa qapalı düşüncə tərzində onda qalır? Necə müəllim? Əgər bir uşaq inkişafa qapalı düşüncə tərzinə keçibsə, onu inkişafa açıq düşüncə tərzinə keçirmək olar? Dweck nə deyir? Olar müəllim. Biz və Dweck bunu hansı strategiyalarla həyata keçirməyi düşünürdü? Nə deyirdi ki, biz nələri etməklə biz uşaqlarda inkişafa açıq düşüncə tərzini formalaşdıra bilərik? Orada onun strategiyaları var idi. Hə. Mənim motivasiya yenə. Yox, diqqətli olun. Yoxsa inanın bunu mən yəni ki ən yaxşı bildiyim dərslərdən biridir. Amma siz belə sual verdiniz, mən qırıldım qaldım belə. Amma demək olar ki, bir testini 10 dəqiqə işləmişəm də bu. Aslında tapmaq olur əslində. Yəni variantlarda test tapmaq olur. Tapıram da, yəni mən çevirməyi də, yəni belə sual verdiniz, yəni oxumuşam. Elə bir əvvəlləri oxumuşam deyə bunlar mənə o strategiyalara elə önəm vermədim. Aha, bax deməli süngər texnikası var birinci. Bununla nə demək istəyirdi süngər nümunəsi ilə? Başa düşdüm müəllimə. Deyirdi ki, uşaqların beyni bu süngər kimidir. Nə qədər suya qoysaq o süngərə özünü çəkəcək də, nə qədər yaxşı bir şeylər versək də bu uşağa. Aha.
Yəni onu sıxır, yenidən suya qoyanda yenə eyni vəziyyət alır da. Yəni süngər suyu üzərinə çəkir. Yəni uşaqların da beyni belə olduğunu deyirdi. Demək bunu uşaqlara nümunə göstərmək istəyirdi ki, beynimiz yeni informasiya qəbul etdikdə bax beləcə şişir. Sonra süngəri sudan çıxaranda yəni o informasiyanı büzüşür. Həmin o süngər büzüşür. Və burada demək istəyir ki, bizim beynimiz informasiyasız qaldıqda və yaxud da mövcud informasiyanı tətbiq etmədikdə, istifadə etmədikdə beynimiz də beləcə büzüşür. Bax bu şəkildə olur. Daha sonra insanlar idman edərkən necə onların əzələləri, bax əzələmiz də elastik olur da, əzələ şişir, yəni bədən bərkiməyə başlayır və s. Bunu da nümunə gətirmək olar. Sonra digər strategiya olaraq nə deyirdi? Necə etmək olar ki, biz uşaqlarda inkişafa açıq düşüncə tərzi formalaşdıraq? Şeylər insana daha güclü eləyir. Bunları deyirsiniz müəllimə? Aha, məsələn necə izah edeyim? Nümunələr. Hansı nümunəni çəkirdi o bundan ötəri? Şeylər dedikdə mənə düz deyirsiniz müəllimə var. Mən heç onlara önəm verməmişəm. Yox, oxumaq lazım. Mən sizə nə dedim? Deyirəm ki, kitabdakı şəkillərə belə diqqət edin. Yəni imtahana hazırlaşın. Oxuyub anlamışam. Seçə bilirəm. Sadəcə onları əzbərinə deməyim də. Yəni belə testi gördüm, eləyə bilirəm, oxudum oxumağına, anladım. Ancaq bu 4 mərhələdən səviyyəsini oxumadım. Oxumuşam. Sadəcə onlara diqqət yetirməmişəm, bunu deyim. Sonra burada nə deyir? Deməli uşağa deyir ki, risk götürmək qabiliyyətinə sahib olmalıdır uşaq. Uşaq risk götürmə qabiliyyətinə sahib olmalıdır. Hətta deyir ki, elə risk götürən zaman, biz hətta ilkin olaraq nəyisə öyrənən zaman ola bilər ki, bizim işimizdə uğursuzluq olsun və bu təbii haldır. Yəni biz bunu normal qarşılamalıyıq və hətta müəllimlərə belə tövsiyə edir ki, və hətta valideynlərə tövsiyə edir ki, məsələn, necə ki biz uşaqlar hər hansı bir davranışı edəndə görürsüz ki, etmək istəyir, edə bilmir. Körpə uşaqlarımız da evdə. Biz bunu gülərək qarşılayırıq. Bax, təlim prosesinin səmərəli idarə olunmasında da bu var idi. Biz səhvlərə düzgün münasibət göstərməliyik. Onlara pozitiv yanaşmalıyıq. Baxın, dünyanın axırı ki, məsələn, yanaşanda, sən neynədin, bu nə olacaq indi, belə bir sualların altında qoyanda, təbii ki, uşaqlar səhv etməkdən çəkinəcəklər. Dolayısıyla yolla, həyatı üçün risk eləməkdən çəkinəcəklər. Amma gəl gör ki, həyatda risklərdən keçir. Məsələn, ən uğurlu insanlar görür, məsələn də, obyektləri olan, nə bilim, biznesləri olan insan görür, nə qədər düşüb qalxıblar. Amma nəticə etibarilə öz məqsədlərinə nail olurlar. Çünki o insanlarda risk götürmə qabiliyyəti var. Sonra orada nümunə gətirir uşağın yeriməyini, uşağın danışmağını. Siz ilkin olaraq fikir versəz, uşaqlar niyə görə yeriyirlər? Uşaqlar böyükləri görürlər, onları təqlid eləmək istədikləri üçün yeriyirlər. Çünki onlar da insandırlar da, təqlid edirlər. Uşaqlar əvvəlcə 2 yaşına qədərki mərhələ Piaget'in sensomotor mərhələsində uşaqların davranışları görməyə əsasəndir, bir də hisslərə əsasəndir, hissi hərəki mərhələdə. Uşaq da nə zaman yeriməyə başlayır? Hissi hərəki mərhələdə yeriməyə başlayır. Deməli, böyüklərdən gördüklərini təqlid eləməyə başlayır. Ardıcıllıq necədir? İndi evimizdə körpə uşaqlarımız var da, uşaq ilk öncə iməkləməyə başlayır. İməklədi, ondan sonra ayaq üstə durmalıdır, tutub durmalıdır. Tutub durur, yıxılır, axır ki tutub durur. Hə? Tutub durandan sonra hər hansı bir məsələn divardanmı, divandanmı və s. tuta getməyə başlayır. Və uşaq bir neçə dəfə bunu icra eləyəndən sonra, artıq bunda da özündə inam qazanandan sonra nə edir? Az bir məsafədə 1-2 addım atmağa səy göstərir. Bax görürsüz, səy göstərir, yıxılır. Artıq bu dəfə müstəqil olur uşaq. Ona heç nə dəstəyi olmur. Və uşaq addım atır, yığılır. Addım atır, yıxılır. Nəticə etibarilə nə olur? Uşaq artıq risk götürür də, yenə də qalxırsa ayağa, deməli risk götürür yenə də. Hər dəfə ayağa qalxdıqca uşaq risk götürür və nəticə etibarilə uşaq başlayır yeriməyə. Və müəllimlər də və yaxud da daha böyük şəxslər, məsələn valideynlər olsun, daha təcrübəli şəxslər olsun, uşaqlara bunu izah etməkdə başa salmalıdırlar. Bəli, buyurun. Hələ bacarmırsınız, Bəli. Bacaracaq. Bir də tərifləmə var müəllimə, yadıma düşdü. Tərifləmə var. Yəni uşağa elə tərif verməliyik ki, yəni ki, məsələn müəllimə deyirik, afərin, sən əlasan, yaxşısan, zəkalı uşaqsan. Bir növdə digər tərifləmə versiyası var da, uşaqlara deyirlər ki, sən bunu bu çətinlik səviyyəsini daha yaxşı eləyirsən də, yəni bu çətin tapşırıqları. Uşaqlar iki cür yönəlir. Məsələn, o ağıllı, zəkalı sözlərini eşidən uşaqlar istəmir ki, müəllim bu sözü, yəni ki, bundan əksik eləsin də. Yəni, mən əgər qorxur ki, bu tapşırığı səhv eləsəm, müəllim mənə bu sözü deməyəcək, ya valideynim deməyəcək. Yəni, onlar qorxurlar. Amma digər uşaqlar çətinlik səviyyəsi olan testləri, tapşırıqları yerinə yetirmək istəyirlər. Çünki onların çətin tapşırığı yerinə yetirərkən çəkdiyi əziyyətləri müəllim vurğulayır, tərifləyir, belə deyim də, yəni. Buna görə də onlar
daha çox o testlərə, o tapşırıqlara yönələcək. Sonda hər iki növ qrupa aid uşaqları müəllim test eləyəndə bu çətin səviyyə tapşırıqlarını eləyən uşaqlar daha yəni ki, sınaqdan zəif çıxmırlar da, daha güclü çıxırlar. Ancaq bu müəllimin zəkalısan, ağıllısan, afərin sənə dediyi uşaqlar isə çətin tapşırıqları yerinə yetirə bilmirlər. Bir növ bunlar risk ala bilmir də, yəni çətin tapşırıqları risk alıb eləmirlər. Yəni müəllim də diqqət eləməlidir ki, uşaqlara tərif verdiyi zaman onları açıq düşüncə tərzinə yönəltməlidir. O ağıllısan, zəkalısan artıq uşağı qapalı düşüncəyə aparıb çıxarır. Digəri də müəllimə düşünmə, gözləmə vaxtının verilməsidir. Yəni uşaq görəcək ki, müəllim bunu gözləyir, artıq onu düşünəcək. Amma gözləmə vaxtı verilməyəndə uşaq düşünəcək ki, elə mən səhv deyirəm, müəllimə də gözləmə vaxtı vermir. Yəni ki, elə mən bilmirəm, mən əlimi qaldırmasam yaxşıdır, eləyir, cavab vermir. Bununla da uşaq qapalı düşüncə tərzinə gedir. İndi qulaq asın, gözləmə vaxtı müəllimə. verilməlidir. Sizə bir sualım var. Deməli, burada tərifləmə hissəsində deyir ki, deməli 4 komponentdən ibarət, onun belə deyək, 4 mərhələdən ibarət Karol Dweck bir təcrübə keçirdir uşaqlarla. Bu tərifləmə ilə bağlı. Deməli, birinci mərhələ bundan ibarət olur ki, 400 nəfər 5-ci sinif şagirdi yığır bir araya və onlara IQ testi verir. Elə bir IQ testi verir ki, bu testdən uşaqlar uğurla keçirlər. Testdən uşaqlar uğurla keçir. Nəhayət etibarda uşaqları ayırır 2 qrupa, yarı-yarıda 2 qrupa ayırır, 201 qrupda, 201 qrupa. Girir bir otaqda, digər bir uşaqlara deyir ki, bəs siz çox ağıllı olduğunuza görə, çox zəkalı olduğunuza görə siz deməli bu testdən yüksək bal aldınız. Digərlərinə keçir deyir ki, siz çox bacarıqlı olduğunuza görə, siz çalışdığınız, səy göstərdiyinizə görə siz bu uğura nail oldunuz. Siz səy göstərdiniz, cəhd göstərdiniz. Deməli, buna görə də uşaqların davranışını tərifləyir və birinci mərhələdə bu sualı verir. Sualı verəndən sonra tərifləyir ki, görək növbəti mərhələlərdə bu tərifə əsasən uşaqların deməli davranışları necə olacaq. İkinci mərhələdə nə eləyir? Karol Dweck ikinci mərhələdə testlər hazırlayır. Asan və çətin tipli testlər hazırlayır və bu zaman indi uşaqlar birinci mərhələdə keçdikləri testdən sonra axı bir qism ağlına görə, bir qism axı çalışqanlığına görə təriflənib axı. Deməli, ağlına görə təriflənən uşaqlara 62% gedir bu asan tipli demək suallar seçir. Niyə? Çünki yenə də ağlına görə təriflənmək istəyir. İstəmir ki, o müəllimin gözündə bacarıqsız biri kimi görsənsin. Deməli, digər uşaqların çalışqanlığına görə təriflənənlərin isə 92% nəyi seçirlər? Bilir ki, müəllim onların çalışqanlığına qiymət verir, tərifləyəcək. Ona görə də çalışmağı seçirlər və 92% gedib çətin tipli suallar seçir. Daha sonra burada yenə də qeyd edir də, yəni elə həmin sizin sözünüzə qüvvət, yəni Karol Dweck indi eyni şey qeyd edir. Deyir, uşaq ağlına görə qiymətləndirdikdə artıq o ağır risk götürmək istəmir. Çünki artıq uşaq burada gücsüzləşməyə başlayır. Elə bu onun əzələsi boşalmağa başlayır da. Yəni daha ağır yük götürə bilmir. Üçüncü mərhələ bundan ibarət olur ki, üçüncü mərhələdə artıq Karol Dweck uşaqların hamısını elan edir ki, bu mərhələdə sizə bir dənə test verəcəm. Bu testi keçməyə heç kəsin şansı yoxdur. Siz keçə bilməyəcəksiniz. Artıq burada uşaqların bu mərhələdə uşaqların uğursuzluğa münasibətini ölçmək istəyir. Yəni bununla. Və nəticədə deməli nə edir? Burada bu zaman belə qeyd eləyək də, çalışqanlığına görə məsələn təriflənən uşaqlar düzdür, cavabı çox çətinliklə alsalar və yaxud da heç də düzgün cavaba çatmasalar belə, onlar bu prosesdə iştirak edirlər. Amma ağlına görə təriflənən uşaqlar isə prosesi tam olaraq axıra çatdıra bilmirlər. Daha sonra təcrübənin sonuncu mərhələsində Karol Dweck deyir ki, burada bax sizin buradakı düşən testiniz birinci mərhələ var, hansı ki hamısı uğurla keçmişdi və oradakı suallar kimidir. Oradakı suallar kimi də asandır və bu zaman belə olur ki, demək ağlına görə təriflənən uşaqların nəticəsi birinci mərhələdəkindən 20% aşağı düşür. Sakit. Zaman iştahıyam. Get. 20% aşağı düşür, amma çalışqanlığına görə təriflənən uşaqların nəticəsi isə 30% qalxmağa başlayır. Uşaq otağa daxil olun. Siz dediniz ki, indi gözləmə vaxtı. Gözləmə vaxtı. Tərifləməni ona görə deyir. Tərifləmə deyir, gör uşaqları nə qədər etkiləyir. Görək, birinci mərhələdə uğur qazanan uşaqlar belə sonda uğursuzluğa düçar olurlar. Yəni Karol Dweck bizə bunu göstərmək istəyir ki, gör ağlına görə təriflədim uşağı. Gör axırda necə oldu. Bəs bu bir növ behavioristlərə də bənzəyir. Bax mən mövzunu əlaqələndirməyi sevirəm də. Bax siz də çalışın elə idi. Behavioristlər də belə idi. Behavioristlər nə deyirdi? Biz deyir müsbət gücləndiricilərə və yaxud da cəzalandırmaya əsasən biz uşaqların davranışını idarə edə bilərik. Yəni bu rol bizim əlimizdədir, yəni. Bunu demək istəyirəm. Müəllimə Öyrənmə nəzəriyyəsindən bir-iki sual var idi ki, Testdə bəli, mən birinci suala zəhmət olmasa baxmaq istəyirəm. sosial öyrənmə. Bircə dəqiqə tapım.
Mənim nəzəriyyədə yəni belə bir şey yox idi deyə çaşdım da. Yəni eyni suallardı. Hə. Dəyişik 1-də, 8-də. 1-də, 8-də. Yəni həlledici rol deyir, yəni cəzaya məxsusdur, mükafat və cəzaya. Onu yəni səhv götürülüb burada. 1-lə dedi 8, hə? 1 də var idi mənimdə. 1. Ora baxacağam. 1 və 8-ci 1-8, sual. 10. Hə. 1-8, 10. Hə. Yəni o birilərində başa düşmədiyim bir şey olmaz, o biri nəzəriyyələr işləyəndə. Aha. Bandurada. Bandurada, hə. Sosial öyrənmə nəzəriyyəsi yanlış fikri deyir bizə. Dil öyrənmə uşağın inkişaf mərhələsinə bağlıdır və müəyyən demək mərhələyə çatmadan bəzi anlayışları tam mənimsəyə bilməz. Yəni bunu başa düşdüm mən. Bəli, var bu. Öyrənmə daha çox sosial qarşılıqlı əlaqə və böyüklərin dəstəyi var da, yəni dedik, şagirdə dəstək verdikcə o tədricən daha da mürəkkəb belə deyək də tapşırıqları müstəqil yerinə yetirə bilər. Bu da var. Dedik, sosial müəllimə üzr istəyirəm, deyilən E-də biraz Hə, indi gəlin bunlara baxaq. Hə. E-də dedikləri ki, şagird yeni davranışları başqalarını müşahidə edib nəticəni göstərməklə öyrənir. Model nədir orada? Model odur ki, yəni başqalarını təqlid eləyir də, yəni başqalarına öyrəndiklərini uşaq öz davranışlarını göstərir. Diqqət və motivasiya bu prosesə təsir düzdür. Uşaq birinci həvəsli olmalıdır, sonra diqqət göstərməlidir də ki, ona diqqətli olmalıdır, diqqətlə yanaşmalıdır. Bəli, diqqətli olmasa necə yadında saxlaya bilər? Yadında saxlamasa, bu proses ardıcıl gedir. Birinci həvəsli olmalıdır prosesə, ondan sonra diqqətli olmalıdır ki, diqqətlə hər detalı diqqətlə, məsələn, ayrıntılarına qədər baxsın. Hə, diqqəti yayması. Yaxın mənalı sözlərdir. Eydə yayın çalışmışam, amma deyəni yəni bilmirəm də fikrim başqa yerdə idi. Nə isə mən. Hə, deyir ki, burada davranışın yaranmasında həlledici deyir ki, mükafat və cəzaya məxsusdur. Çünki insan daha çox mükafatlandırılan və davranışları mənimsəyir. Müşahidə isə köməkçi rol oynayır. Bu nəzəriyyənin heç aidiyyatı yoxdur. Yəni biz burada başqa nəzəriyyədə mən elə bir belə şey oxumuşdum axı. Sosial öyrənmə nəzəriyyəsində. Yəni burada bilirsiniz o dərəcədə deyil də. Yəni deyir ki, cəzanı demir axı. Burada cəza bilirsiniz nə deyir? Sosial öyrənmədə bilirsiniz nə deyir? Onu mən aydınlaşdıracağam indi sizə. Deyir ki, uşaq, bax məsələn necə öyrənir də, ətrafdan necə öyrənir. Məsələn, tutalım ki, özündən böyük qardaşı uşağın hər gün deyir yerindən durur, yerini yığışdırır və valideyni onu tərifləyir, hətta ona bir dənə konfet də verir, hə? Balaca uşaq görür ki, bu buna görə təriflənir. O da eyni şeyi eləmək istəyir ki, anası onu da qucaqlasın, ondan sonra demək konfetin alsın da, o qalibiyyət konfetini alsın, getsin. Və yaxud da ki, böyük qardaşı yerindən durub, yerini yığışdırmayıb. Burada cəza vermir, ha, belə cəza demək olmaz. Valideyni nə edir? Onu məsələn də belə qeyd edək, lap cəzalandırır deyək. Məsələn, cəzalandırır. Uşaq, yəni burada öyrənən uşaq cəzanı almır, ha, müəllimə. Uşaq deyir başqalarından görüb götürür. Onu deyir. Müşahidə eləyir də. Mən yəni onu başa düşməm ki, deyə niyə səhv olur da burada müəllimə? Yox, müəllimə. Deyir ki, davranışın yaranmasına həlledici rol, mükafat və cəza. Bu uşağın özünə yox. Məsələn, qardaşına anası mükafat verdi, uşaq eyni hərəkəti təkrarladı. Uşağın qardaşına anası cəza verdi, uşaq ona görə də həmin davranışı eləmədi. Yəni burada cəzanı alan və mükafatı alan birinci uşaq deyil. Onun qardaşıdır və uşaq ona əsasən qərar verir ki, mən bu hərəkəti etməliyəm, yoxsa etməməliyəm. Aydın oldu burada. Ona görə. Amma behaviorist deyirdi ki, yox, onlar açıq-aşkar uşağın özünə cəza verirdilər. Yəni bu artıq behaviorizm nəzəriyyəsinə aiddir. Burada deyir ki, insan daha çox mükafatlandırılan davranışları mənimsəyir, müşahidə isə köməkçi rol oynayır. Burada müşahidə əsasında uşaq öyrənir. Müşahidə əsasında. Deyir ki, müşahidə isə köməkçi rol oynayır. Xeyr. Elə uşaq müşahidə eləyir, ondan sonra davranışlarına tətbiq eləyir də onu. Müşahidə eləyir ki, məsələn sinif yoldaşı dərsi öyrənmədiyinə görə 2 aldı deyək, hə? O bunu 2 almamaq üçün o gələn dərsdə dərsini öyrənməyə başlayır. Aydın oldu. Yəni burada müşahidə əsasdır, yəni köməkçi deyil. Əsasdır müəllimə, köməkçi deyil. Uşaq bax, model nə idi müəllimə modellər? Canlı model. Uşaq atası müşahidə elədi, müşahidədən məsələn əsasən öyrəndi, hə? Müşahidədən əsasən öyrəndi. Məsələn internetdə nəyisə baxdı, nəyisə hansısa fiqurları kəsmək, yapışdırmaq və s. müşahidə elədi, öyrəndi də onu. Yəni uşaq bunu müşahidə, uşağa cəza vermədi ki, valideyn ki, yox sən bunu eləsən belə. Burada cəza da uşağın özünə verilmir. Kənardakı şəxslərə verilir. Uşaq onu görür, ondan nəticə çıxardır. Görür, götürür. Aydın oldu müəllimə. Sonra 8-ə deyinə. Yəni aşağıdakı fikirlərdən hansı sosial öyrənmə nəzəriyyəsinə aid deyil? Sosial öyrənmə nəzəriyyəsi. Deyir ki, şagird başqalarının davranışlarını müşahidə edir, həmin davranışların nəticələrini qiymətləndirir və ona uyğun davranış formalaşdırır. Bax, məsələn, başqasına baxır. Görür o adam cəzalanırsa eyni hərəkət etmir. Yox, cəzalanmırsa, təriflənirsə o hərəkət edir. Yəni ona uyğun qərar verir. Sonra B-də şagird müsbət davranışının başqaları tərəfindən qəbul edildiyini gördükdə həmin davranışı tətbiq etmə meyilli olur, düzdür? Davranışın formalaşmasında sosial mühit və modellərin rolu əsas amillərdən biri demək hesab olunur. Əsas amillərdən biri hesab olunur. Bəli, düzdür. Sosial mühit uşaq başqalarını müşahidə edərək öyrənir, modellər
də ki, uşaq gördüklərini öz davranışlarında tətbiq edir. Sonra D variantı şagird davranışın dəyişməsi üçün əsas şərt davranışdan sonra verilən mükafat və cəzanın onun birbaşa tətbiq edilməsi. Yox. Davranışın dəyişməsi şagird hər hansı bir davranışı etməmişdən əvvəl fikir verir. Edəndən sonra yox müəllimə, etməmişdən əvvəl fikir verir və ona görə qərar verir ki, mən bunu etməliyəm yoxsa yox. Bax məsələn deyir ki, bax belə bir psixologiyada belə bir şey var. Deyir ki, psixologiyaya görə 3 tip insan var da. Necə insanlardır bunlar? Deyir ki, biri ağılsız insandır, biri orta ağıllı insandır, bir də ki, tam ağıllı insandır. Ağılsız insan hər dəfə səhv eləyir. Bax belə deyirlər də güya. Hər dəfə səhv eləyir, heç bir nəticə çıxarmır. Sonra orta ağıllı insanlar, adətən ağıllı insanlar da səhv eləyirlər, öz səhvlərindən nəticə çıxarırlar. Müdrikçi insanlar isə başqalarının səhvindən nəticə çıxardırlar. Bax bu Banduraya görə də belədir. Deyir ki, uşaq bir davranış etməmişdən əvvəl, bir işi etməmişdən əvvəl, o birinci baxır ətraf konvergentlər kimi də müəllimə. Konvergentlər necə müşahidə edib qiymətləndirirdi, ondan sonra nə isə eləyirdi. Bax bunlar da belədirlər də. Birinci bir davranışı sərgiləməmişdən əvvəl müşahidə eləyirlər. Cəzanı, mükafatı görəndən sonra ona görə qərar verirlər. Daha davranışı demək sərgilədikdən sonra yox. Təbii ki, ondan sonra cəza gələcək də. Bandura bu cür öyrənmənin tərəfdarı idi. Sonra şagird müşahidə etdiyi davranışın sosial baxımdan müsbət nəticə verdiyini gördükdə bu da eyni şeydir də demək olur ki. Hə. Sonra Mən ona bir dənə baxardım. ona başqası baxın. Verilən yenə yanlışı soruşur bizdən. Deyir ki, Banduranın nəzəriyyəsinə görə insanlar davranışı əsasən başqalarını müşahidə edib, model götürməklə öyrənir və bu proses insanın öz gücünə inamı mühüm rol oynayır. Bəli, düzdür. Yəni insan özünü rütbə qabiliyyəti olmalıdır. Deyək ki, mən başa düşmüşəm, yəni. Deyinən idi yenə də. Hə, yaxşı. Yəni həmin məsələdə də yəni sorğanır bütün. Mükafat aldı. B variantı yenə də düzdür. Mükafat aldığına görə məsələn hər hansı bir davranışı seçilir. Sonra C-də davranış müşahidə və təqlidlə. Eləcə də təqlid müşahidə eləyir, atasını təqlid eləyir, atası üzün qırılır, bu da üzün qırılır. Eləcə də nəticələrin gözlənilməsi ilə formalaşır və fərdin, yəni o cəza məsələsi də onu deyir burada və fərdi xüsusiyyətlər bu prosesdə fəal rol oynayır. Uşaqların fərdi xüsusiyyətləri, bəli, müşahidə qabiliyyəti. Sonra D-də deyir ki, Banduraya görə fərdlər yalnız birbaşa yaşadıkları nəticələrdən deyil, ətrafdakı insanlara qarşı, bəli, öz yaşadıqlarına əsasən deyil də müəllimə. Addım atarkən başqalarının ətrafına baxır ki, bu yolu keçən insanlar necə keçir? Keçəndə hansı çətinliklərə uğrayıb və yaxud da ki, hansı müsbət nəticələrlə qarşılaşıb, elə bir növ özünü sığortalamaq kimi də belə deyək. Yəni, Bandura deyir ki, uşaq başqalarının davranışından öyrənir, öz davranışından yox. Sonra sosial öyrənmə nəzəriyyəsinə əsasən davranış şəxsə verilən mükafat və cəza vasitəsilə möhkəmlənir. Şəxsə verilmir müəllimə bu. Kənar şəxsə verilir. Şəxsə yox, kənar şəxsə verilir. Və o da onun nəticəsinə əsasən başa düşür ki, bu hərəkət təkrarlanmalıdır, yoxsa yox. Buna əsasən. Və o sosial öyrənmə bunu deyirdi də Bandura. Bandura deyir ki, uşaq məsələn dərsini məsələn baxır ki, dərsini oxumayan uşağı müəllim cəzalandırdı da və başa düşür ki, o dərsini oxumadığına görə cəzalandırıldı. Ona görə deyir, mən cəzalanmaq istəmirəm, mən dərslərimi hər gün oxuyacaq və bütün ləvazimatlarım yerində olacaq. Yəni, burada cəzanı alan bu uşaq deyil, başqa uşaqdır və bu uşaq o uşağa verilən cəzanın nəticəsi olaraq belə düşünür. Yəni, özünə dərs götürür də, başqalarının hərəkətlərini özünə dərs götürür. Yəni, belə deyək. Aydın olduğu belə. Amma burada müəllimə deyir ki, burada şəxsə verilən mükafat və cəza. Xeyr, burada şəxsə verilmir. Kənar şəxsə verilən cəza, sosial öyrənmədə. Hə, o şəxs sözü yəqin mən çaşdırmam. Bir dənə zəhmət olmasa 20-yə də baxardım. Hə, baş üstə baxın. 20-də burada nə deyir bizə? Şagirdlərdən biri sinifdə təhlükəsizliklə bağlı qoyulmuş qaydalara əməl etmir. Bu halda hansı yanaşma Banduranın sosial öyrənmə nəzəriyyəsi ilə əlaqəli olmaz? Deməli, deyir ki, sinifdəki digər şagirdlər təhlükəsizlik qaydalarına əməl etməyən şagirdin necə davrandığına və hərəkətlərinin nəticələrinə diqqət yetirə bilərlər. Düzdür. Uşaqlar o hərəkətlərin nəticəsinə diqqət yetirəndən sonra qərar verirlər ki, biz bu hərəkəti... Nəticə nədir? Nəticə sonra ya mükafat olur, ya cəza olur da. Bunu demək istəyir. O nəticəyə əsasən uşaq qərar verir ki, bu davranışı sərgiləmək olar, yoxsa yox. Sonra B-də deyir ki, şagird davranışı müəllim tərəfindən düzəldilməsə, digər şagirdlər bu davranışın demək, məqbul sayıldığını düşünə bilərlər. Bəli. Əgər müəllim orada uşaq düzgün bir hərəkət etməyibsə, müəllim onu cəzalandırmırsa, digər, məsələn, hətta desək ki, yaxşı eləmsə, digər uşaqlar da həmin səhv davranışlarına gələcəklər. Elə belə istəyəcəklər ki, müəllim onlar da belə tərifləsin də, belə deyək. Sonra şagird C-də deyir, şagird davranışı sinifdə başqaları üçün nümunə rolunu oynayır. Şagirdin davranışı, bəli.
Sinifdə başqaları üçün nümunə rolu, başqa bir şagird hər hansı bir davranış sərgiləyəndə təbii ki, başqaları məsələn, deyək ki, mükafat aldısa, müəllim onu tərifləyirsə, digərləri də istəyəcək ki, həmin o uşaq kimi davransınlar. Bandura bunu deyirdi. Cəzalanacaqsa, digər uşaqlar da istəməyəcəklər ki, o davranışı sərgiləsinlər. Sonra şagirdlər deməli nəticələr qarşılaşarsa, digər şagirdlər bundan təsirlənir və gələcəkdə oxşar davranışı daha az meylli ola bilərlər. Bəli, 7 nəticəyə əsasən, verilən yəni cəza və mükafata əsasən, düzdür? Şagird arzu olunmayan davranışa görə cəzalandırılır. Arzu olunmayan ifadəsi var müəllimə. Bu getdi behaviorizmə. Bu behaviorizmi maraqlandırır. Davranışa görə cəzalandırması onun davranışının təkrarlanmasına səbəb ola bilər. Müəllimə, Bandura nəzəriyyəsində uşaq özü cəzalanmır. Başqa bir uşaq cəzalanır. Amma behavioristlərdə uşaq özü cəzalanır. Yəni fərqi budur. Və burada arzu olunmayan davranış, məsələn, tutalım ki, məzahir. Burada məzahir cəzalanırsa, bu behaviorizm nəzəriyyəsidir. Yox, məzahir başqasından nümunə götürürsə, başqası cəzalanır, burada məzahir öz əlini ayağını yığışdırırsa, başqası mükafat alır, məzahir də onun kimi etmək istəyirsə, deməli burada məzahir sosial öyrənmə nəzəriyyəsinə əsasən müşahidə elədi, öyrəndi. Yəni bu zaman deməli sosial öyrənmə nəzəriyyəsinə əsasən davranmış olur məzahir. Yox, əgər məzahirin özünü cəzalandırsalar, burada artıq behaviorizm olacaq. Yəni burada deyildə daha az sözü məni biraz çaşdırdı. İndi burada nə deyir? Müəllimə, bax qulaq asın. Şagird mənfi nəticələrlə qarşılaşarsa, bəli, mənfi nəticə nədir? Görsə ki, sinif yoldaşı cəzalandı, digər şagirdlər bundan təsirlənər və gələcəkdə oxşar davranışı daha az meylli ola bilərlər. Gördülər axı, məzahir cəzalandı. O bir uşaqlar da ona baxacaq, istəməyəcəklər ki, məzahir kimi davranıb cəza alsınlar. İstəyəcəklər ki, buyurun. İstəyəcəklər ki, məzahir kimi cəza almasınlar da. Yəni valideynlərinə nəsə deyilməsin və yaxud da sinif müəllimi onun üstünə əsəbləşməsin və s. Yəni mən elə fikirləşmişəm ki, ümumiyyətlə meylli ola bilməzlər. Yəni ona görə. Yox, indi uşaqlar da indi davranışlarındakı şeylər indi anidə belə deyək ki, sehrli dəyənək deyir ki, davranışlardan anidən götürür. İnsan alışdığı şeyi nətər davranışından geri çəkə bilər anidən. Tədricən də, yəni bu proses də tədricən başlayır. Yəni nəzəriyyə əsasən dedim, mən elə bildim ki, yəni ümumiyyətlə Yox, ümumiyyətlə o halda olur ki, dəfələrlə icra olunur da, təbii ki də, yəni davranışda, vərdişdə artıq sona gedir. Sonra yoxdur mən. İşləmisiniz ovri testləri? Hə, işləmişəm, nəzəriyyələrin çoxunu işləmişəm. Amma yəni bir ikisi qalıb da. Hə, sabah Qaniye nəzəriyyəsini izah edəcəm və ondan başqa mövzuları da izah edəcəm. Belə, mövzuları bitiririk artıq. Daha sonra inşallah elə bu həftənin özündə təkrara qayıdacağıq, təkrara gedəcəyik. Belə. Testlər də yenidə. Aytaç müəllim, sizin testlərdən bir xəbəri yoxdur.